28 may Azərbaycanın müstəqillik səlnaməsinin ən mühüm səhifələrindən biridir. Doğrudur, əsrin əvvəllərində müstəqilliyi dadmış həmvətənlərimiz bu xoşbəxtliyi çox qısa müddət yaşaya bildilər. Ancaq onların varisləri bu adı, Azərbaycan adını beynəlxalq münasibətlərin nüfuzlu, həlledici faktoruna çevirməyə müvəffəq oldular. Bütöv, suveren və güclü Azərbaycan kimi. Şuşanın Böyük Qala Dərəsi kəndi Böyük Qaydışın 44-cü məntəqəsi olaraq ev sahiblərini qarşılayır. Kənddə qayıdış və bayram ab-havası hökm sürür. Birinci mərhələdə kənddə 17 ev bərpa edilib, ikinci mərhələdə isə 20 evin bərpası nəzərdə tutulur. Bu mərhələdə kəndə artıq 14 ailə qayıdıb. Salam. Sabahınız xeyir olsun. Bayramınız mübarək. Qalxmayın, nənə, qalxmayın. Gözünüz aydın. Hoş geldiniz. Sağ olun. Hoş geldiniz. Sağ olun. Hoş gördük. Allah cavanlarımıza değmesin. Sağ olun. Ne istiyorsun? Müsahibə istəyirəm. Hansı hissləri keçirirsiniz? Yəqin bənzərsiz hisslərdir bunlar. Bax, biraz kadın reymi kulağıma ağır eşidir. Her çetin eşidirəm. Vallahi minnətdarıq prezidentimizə. O ki bu ağır günlərimizdən bizi çıxardıb azadlığa, bizim başımızı uca eləyib, dilimizi uzun eləyib. İndi də bizi irahat yerlərə bir-bir, hamısı birdən olmasa, bir-bir irahat yerlərə yığır, özümüzü gəlib yoxluyur. Tabi biz buna minnətdarıq. Allah dəyməsin, dünya durdursan canı sağ olsun. Şübhəsiz bu mənzərəyə laqeyd qalmaq mümkün deyil. Görüşün görüntüləri birbaşa rejimdə Azərbaycan televiziyasına ötürüləcək. Mini studiya qurulub burada. Gözünüz aydın. Təbrik edirik sizi, bayramınız mübarək. Allah'ın bu gününə şükür, torpaqlarımıza qayıtdı. Prezidentimizə təşəkkürümü bildirirəm. Hamınız çox sağ olun, oğul. Bunu yaşamaq, dillə demək mümkün deyil. Gərək yaşayıb bunu görəsən. Bu günümüzə yenə şükür ki, belə gözəl mənzərəli təbiət talih bizə qismət elədi. Prezidentimizə öz təşəkkürümü bildirirəm. Bizə göstərdiyi diqqətə, qayğı üçün, bizə burada qurduğu bu şərait üçün. Çox sağ olsun, var olsun. Bu avtokarlar kəndlə tanışlıq zamanı istifadə olunacaq. Şuşanın ilk kəndi qarşılayır öz sakinlərində. Əslində tarixi bir hadisədir. Bizim üçün çox doğrudan sevindirici hadisədir ki, Şuşa rayonunun bərpa tikinti işlərindən sonra ilk kəndidir ki, öz sakinlərini qarşılayır və sözsüz ki, bu çox qürur vericidir ki, bu tədbirdə şəxsən cənab prezident də iştirak edəcək. Buna hazırlaşıb. Bəli, biz sizi saxlamayaq, bir neçə dəqiqə sonra bu stendlərdə təqdimat edəcəksiniz. Çox sağ olun. olsun. Prezident İlham Əliyevin müstəqillik günündə Qarabağa səfərinin olduqca rəmzi mənası var. Bu səfərin Şuşa, Xankəndi və Xocalını əhatə etməsinin də həmçinin biri qələbəmizin, biri suverenliyimizin, biri isə döyüş meydanında qisasımızın zirvəsidir. Görüş yerinə dövlət başçısı, o cümlədən media nümayəndələri, protokol nümayəndələri avtokarlarla hərəkət edir. İndi isə Prezident İlham Əliyev sakinlərdən birinin evinə baş çəkir. Salam əleykum.
Xoş gəldiniz. Sağ olun. Xoş gəldiniz. Cəzat prezident gəldi. Salam əleykum. Ne yaxşı gəlmisən, ne yaxşı gəlmisən. Sən bax bu qapımız sənin üzünə açıqdır. Siz də xoş gəlmişsiniz doğma vətənimizə. Sənin hesabına, sənin sayəndə gəlmişik. Allah səni bizim üstümüzdən əksik eləməsin. Çox sağ Mənim olun. qızımı niyə gətirməmsən görərdin. Onun da salamı var sizə. Məndən çoxlu salamlar apar. Şuşa qızımdan. Mütləq. Şuşa qızım. O da Şuşa qızıdır, bilirsiniz. Ne yaxşı gəlmisən bala. Bala bizi ne yaxşı torpağımıza gətirmişsən. Ayağımız torpağımıza dəyib. Allah səni 1000 yaşatsın, 100 yaşatsın. sağ ol, Üstümüzdən çox sağ əksik ol. eləməsin. Qaladərəsi sakinləri üçün bugün ikiqat bayramdır. Müstəqillik günündə öz doğma yurd yuvalarına qayıdırlar. Kəndin gözəl mənzərəsində, bəli, dövlət başçısı sakinlərlə görüşür. Gözəl havanı Üstündə, udun, üstündə. gözəl suyu için, gözəl mənzərələrə Hə, gözəl. tamaşa edin ki, gönül açılsın, adamın zövqü oxşasın. Orada baxırlar bizə. Peşman olurlar. Ki, bir baxırdıq, bəli. İndi deyirlər ki, günah özlərindədir. Yaşayırdılar, hər şeydə yüzlər. Ben Laçınlarla görüşəndə Laçın şəhərinə biz ilk keçmiş gözükünləri qaytaranda hələ oturmuşdum, hələ düz, hələ bu mənzərə gözümün qabağında dedim ki, bilin, ha, biz sizi görürük. Özünüzü yaxşı aparın. Prezident sakinlərlə söhbəti zamanı qeyd etdi ki, şanlı zəfərimizdən sonra müstəqillik gününün azad olunmuş torpaqlarımızda qeyd edilməsi bir ənənəyə çevrilib. Prezident hər il bu gün məhz bu torpaqlara səfər eləyir, müxtəlif əlamətdar tədbirlərdə iştirak eləyir, o cümlədən sakinlərlə görüşür. Birlikdə gözəl mənzərələr. Prezident İlham Əliyev prezidentin xüsusi nümayəndəsindən ayaqüstü Şuşada görülən cari işlər barədə məlumat alır. Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası 20-ci əsrin 60-70-ci illərində tikilib. Əsaslı şəkildə aparılmış yenidən qurma işləri nəticəsində müxtəlif mədəni kütləvi tədbirlərin təşkili üçün zəruri şərait yaradılıb. Mərkəzdə, o cümlədən onun konsert zalında müxtəlif kütləvi tədbirləri keçirmək mümkün olacaq. Nəzərə alsaq ki, Xankəndi gənclər şəhəridir, tələbə şəhəridir. Deməli, bu cür məkanlara tələbat burada böyüdür. Malbertlər isə rəssamları gözləyir. Mərkəzin dəhlizini yaxın tariximizin, bərpa quruculuq tariximizin ən əlamətdar hadisələrindən fotolar bəzəyir.
Cavabı Ceramics Laçın artıq 3 ildir öz fəaliyyətini davam etdirir. 2023-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər də maşallah olsun çox gözəl bir şəkildə əl işlərimizin təqdimatını edirik və həm müştərilər, yerli müştərilər, həm də turistlər tərəfindən çox sevilir. Buyurub tanış ola bilərsiniz məhsullarımızla da. 3 il ərzində fəaliyyətini davam etdiribsə, bu demək ki, həm də rentabil. Təbii ki, təbii ki. Uğur olsun. Təşəkkürlər. Bir qədər sonra Prezident İlham Əliyev Xankəndidə iş əlcəkləri müəssisəsinin açılışında da iştirak eləyəcək. Qeyd eləyək ki, bu müəssisə ildə 25 milyon cüt əlcək istehsal etmək iqtidarındadır. Məhsullar ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, daha sonra onun Avropa bazarlarına ixracı da nəzərdə tutulur. Xankəndi sakinisiniz yoxsa? Xocalı. İndi hazırda burada hansı proses gedir? Əlcək çevirmə. Hazır məhsulları sadəcə çevirirsiniz. Orada əlcəklər tikilir, tikiş yerində. Burada da çevrilir, orada overloka göndərilir. Belə orada. Siz hansı rayon sakinisiniz? Xocalı Ballıca kəndindən. Ballıca kəndindəsiniz. Nə vaxt köçmüsünüz? Keçən il. Burada da fəaliyyətə başlamışsınız artıq. Bəli. Mən özüm Şuşalıyam. İndi gəlmişik burada. Əlcək sexində işləyirik. Fəaliyyətdədir indi. Yəqin ki, yaxşı olar inşallah. Uğurlar. Çox sağ olun. Hazırda 35 nəfər fəaliyyət göstərir. Cari ilin sonuna qədər 65 nəfərə qədər artmağı düşünürük. İlkin olaraq məqsədimiz daxili bazarı təmin eləməkdir. 2027-ci ildə artıq Avropa bazarına çıxışı düşünürük. İndi isə yolumuz Xocalı rayonunadır. Prezident İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndində hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi yaşayış evlərində görülmüş işlərlə tanış olacaq. Qaydışın əlamətlərindən biridir. Artıq insanlar öz mal-qaralarını azad olunmuş torpaqlarımızdakı otlaqlardan istifadə edərək artırırlar. Hər bir fərdi evin həm də geniş həyətyanı sahəsi var əkib becərmək üçün. Burada ümumilikdə 191 fərdi ev var. Bunlar 2 otaqlı, 3, 4, 5, 7 və hətta 8 otaqlıdır.
Gedək. Bir qədər sonra Prezident İlham Əliyev Qarabağ Tekstil MMC-nin açılışında iştirak edəcək. Türkiyə və Çin texnologiyalarının tətbiq olunduğu müəssisədə ildə 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. Qarabağ Tekstil Evinin bura Xocalı filialı olacaq. Burada biz 40 nəfəri təlimə cəlb eləmişik, Xocalı sakinləri də hamısı. Əlavə də Ağdam sakinləri müraciət edib, ikinci etapda da onları işlə təmin edəcəyik. Təlim keçirik, 2 aydan sonra Dövlət Regional Peşə Məktəbinin nəzdində burada həm bizdə təcrübə keçirlər, həm də orada keçirlər. Fabrikdə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Burada yastıq üzləri tikirik. Yastıq üzləri. Hər bir çeşiddə də məhsullarımız var. Xocalı sakinsiniz? Xocalı rayonunun Balaca kəndi. Yorulmayasınız. Çox sağ olun. Təbrik edirik, gözünüz aydın. Öz doğma yurd yuvanızda artıq işləməyə, əmək fəaliyyətinə məşğul olmağa başladınız. Bəli. Nə iş görürsünüz indi? Stol tikirik, stol çuvalları tikirik. Çox qürur verici bir hissdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə yaşatdıqları üçün bunların qarşısında baş əyirik. Bu avadanlıqları işlətməyi siz necə öyrənmişsiniz? Təlimlərdə? Təlimlərdə öyrənmişik. Yəni həm öyrənmişik, həm də öyrədirik. Yəni hər ikisi vardı. Az sonra Prezident İlham Əliyev bu qırmızı düyməni sıxmaqla Qarabağ Tekstil Evi MMC-nin tikiş fabrikinin açılış mərasimini rəsmiləşdirəcək. Prezident İlham Əliyev Xocalıda ilk yüngül sənaye müəssisəsinin açılışında iştirak edir. Dövlət başçısına hazırda stendlərdə İqtisadiyyat Naziri və müəssisə təsisçisi tərəfindən məlumatlar təqdim edilir. Hazırda əməkdaşlar dövlət başçısı ilə foto çəkilişi üçün tələsirlər. Prezident İlham Əliyev onları foto çəkilişinə şəxsən dəvət etdi.
Xankəndi şəhərində Zəfər parkında ucaldılan Zəfər tağının ziyarət edilməsi isə şanlı zəfər tariximizi qanları hesabına yazmış şəhidlərimizin ruhuna ehtiramın daha bir ifadəsi idi.